iki əsas mövzu var bizim qısa müddətli hədəflərimizdə. Birincisi hal-hazırda mağazalarda, pərakəndə ticarətdə post terminal faizlərinin aşağı salınmasıdır. Bunun kökündə nə dayanır? Azərbaycanda sizin də, mənim də, bizim valideynlərimiz və dostlarımızın da həm maaş kartları, həm ödəniş kartları, bunlar müəyyən sistemlər üzərindən çalışır. Və həmin sistemlərin bir qismi və yaxud da böyük əksəriyyəti bizim ölkəyə aid deyil. Yəni Mastercard və Visa sistemlərinin Azərbaycana heç bir aidiyyəti yoxdur və hər bir vətəndaş ödəniş etdikdə o şirkətlərə pul ödəmiş olur. Düşünün ki, bizim üzvlərimizin gündəlik xidmət göstərdikləri vətəndaş sayı 4 milyondur. 4 milyon nəfər hər gün 2 xarici şirkətə və yaxud da 4 xarici şirkətə, çünki burada Apple Pay və Google Pay də var. Milyonlarla bunlara hər gün milyonlarla, siz çörək alanda da onlara pul ödəyirsiniz. Bu məsələnin maddi tərəfi, yəni ölkədən böyük həcmdə pul və bu qeyri-neft sektorunun cibindən gedir, kobud desəm, ölkə xaricinə gedir və bizim heç bir marağımızı əks etdirmir o pulun oraya getməyi.